Salam hər kəsə. Bu gün Python dilində yazılmış misalın həllinə baxırıq. İlk öncə bu faiz işarəsini və bölmə işarəsini izah edim. Bu da bölmədir. Qalığı tapır. Məsələn, yazıram 13 bölək 6. Bu zaman bu faiz işarəsi gedib 2-ni deyil də, çünki 13 6-ya bölündü 2 edir, qalıqsa 1-dir. Gedib qalığı göstərir bizə. Qalığı götürür. Amma ikinci 13'ü 2 çubuqla bölsəm, bu zaman tam hissəni, yəni qalığı deyil, biri kəsib atacaq, cavabını bizə 2 verəcək. Belə. Deməli, 2-ni 5'e vurdum. 10 üzərinə 8 gələndə elə də x-in nədir? 10. 18 daha doğrusu. Daha sonra burada deyir ki, x-i, yəni y bərabərdir. 18'i böl 10'a üzərinə gəl 14. 18'i qalıqlı bölməklə deyir böl 10'a. Bu zaman cavabım 1, qalıq isə 8 olacaq. 8'i götürəcəm. 14'ün üstünə 8 gələndə cavabı 22. Daha sonra y. Yenidən x-a tapanda y oldu 22. 22 tam hissə ilə böləndə üzərində də 3 gəl deyil. Burada elə cavab da 2'dir, qalıq da 2'dir. Bu zaman elə cavab 2 plus 3 elədir 5. Bunu da tapdım. Axırda deyir ki, x-dan çıx y. X-in hansıdır? 5. 5'dən çıxıram. Y-im hansıdır? 22. 22'ni çıxdıq. Və cavab neçə elədi? Mənfi 18. Mənfi 17 daha doğrusu. Keçək ikinci misalımıza. İkinci misalımızda nə deyir? Klaviaturadan buradan int input'dan int tam tip değil. Input normalda sətr tipində əlavə edir, amma input verdikdə tam tipə çevirir. 124 ədədi daxil edilib. Nəticə nə olacaq? Deyir 124 fərqlidirmi sıfırdan? Deyirəm hə. Bəs and 124 böyükdürmü sıfırdan? Deyirəm hə. Burada and olduğuna görə iki şərtim də düzgün olmalıdır. Əgər biri yanlış olsa mən yox deyəcəm bu dövrə. Bu zaman düşürəm aşağı. N bərabərdir 124'ün 10'a bölünməsindən qalıq istəyir. Burada qalıq 4'dür. 4'ü götürdüm. Y deyir. Y sıfırdır. 0 vuraq 10, üzərinə gələk 4'ü. Cavab 4 elədi burada. Daha sonra deyir x-i 10 vahid. Hər dəfə bu əgərəm 10'a bölmə varsa azaltma deməkdir. 124'ü böləcəm 10'a. Tam isə 12 elədi. Bu birinci dövrüm idi. İkinci dövrümə keçdikdə, ikinci dövrümdə fərqlidirmi sıfırdan? Yəni buna hə deyəcəm. And hissəsinə 12 böyükdürmü sıfırdan? Buna da hə deyəcəm. Yəni buradan hə cavabını ikinci dövrdə də aldıq. Hə dedim. Keçirəm. N bərabərdir 12'ni bölürəm 10'a elədi. Qalıq 2. Y də bərabərdir. Axırıncı y qiymətimiz 4 olmuşdu. 4 vurulsun 10. Üzərinə gəlsin 2. Bu zaman 42 alındı. Daha sonra x də bərabərdir 12'ni bölürəm 10'a, cavabım 1 eləyir. Yine üçüncü dövrümə keçirəm. Bu zaman 1'i yoxlayıram. 1 fərqlidirmi sıfırdan? 1
fərqlidirmi sıfırdan? And 1 böyükdürmü sıfırdan? 2 şərtə də hə deyirəm. Bu zaman keçirəm aşağı. N bərabərdir. 1-in 10-a bölünməsindən qalığı istəyir. Bu 1-dir. Y bərabərdir. Axırıncı y-imiz neçə olub? 42. 42 vuraq 10-a, üzərinə gələk 1-i. Necə eləyəcək? 421. Bu şəkildə. X da bərabərdir. 1-in 10-a bölünməsindən tam hissə istəyir. Bu da 0 edir. Və 4-cü dəfə dövrə girəndə görürəm ki, 0 fərqlidirmi sıfırdan? Yox alıram. Burada da yox aldığıma görə dövrə girə bilmirəm. Y-i çap edəndə 421 cavabını əldə etmiş oluram. Yox, 421. Bu formada.